İlk peyğəmbər kim olub? Həzrəti Adəm əleyhissalam. Sonra. Həzrəti Adəmdən sonra bilinmir. Ondan sonra bildiyin, sən bildiyin. Nuh peyğəmbər gəlir ağlıma, o da insanlığın ikinci babası deyirlər. Ondan sonra. Ondan sonra İbrahim peyğəmbər gəlir. Ondan sonra İdris peyğəmbər, İsmail İbrahim peyğəmbər peyğəmbər. İdris peyğəmbərdən sonradır. Onu bilmirəm, amma ağlıma elə gəlir. Sıradan yuxarıdan aşağı gələk. Adəm dedin, Aha, Nuh dedin, Nuh dedim. Sonra Nuh İbrahim dedin peyğəmbər dedin. dedim həm də. Sonra İbrahim peyğəmbər gələr də yəni. İdris daha öncə olmalıdır. İdris Sonra peyğəmbər. ağlına nə gəlir? Şit peyğəmbər gəlir, Salih peyğəmbər gəlir, Salih peyğəmbər. Lut peyğəmbər gəlir, sonra Musa peyğəmbər, İsa peyğəmbər, Harun peyğəmbər. Oradan buradan demə. Xahiş edirəm, yuxarıdan aşağı gəl. Qardaş, mən ardıcılığı bilmirəm, nə var? Bilmirsən? Yox. Belə sual verim. İlk öncə Musa peyğəmbər gəlib yoxsa İsa peyğəmbər gəlib? Musa peyğəmbər gəlib ilk öncə. Davud yoxsa Süleyman? Davud peyğəmbər. İbrahim yoxsa Lut? Onlar eyni dövrdə yaşayıblar. Harun yoxsa Musa? Onlar da qardaş olublar da, yəni eyni dövrdə yaşayıblar. Amma Musa peyğəmbərə peyğəmbərlik verilir. Ondan sonra Allah yardımçı kimi Harun peyğəmbər təyin edir. Musa peyğəmbər onu yardımçı kimi istəyir Allahdan. Bir peyğəmbər deyil, iki oğlu olsun. İkisi də Abi- peyğəmbər olsun. Oğulları mı? Oğullarının ikisi də peyğəmbər olan hansı var ki orada? Bilmirsən? İbrahim peyğəmbər, Hə. İsmail peyğəmbər, bir də İshak. İshakın soyundan bir qövm olur, İsmailin soyundan bir qövm. Aha. İshakın soyundan hansı qövm? O İsrail oğullarıdır da. Hı. İsmail peyğəmbərin soyundan da gəlib Muhammed Əleyhisselatü Vesselam çıxır da. Həzrət Muhammed, doğru. Son peyğəmbər. Muhammed Əleyhisselatü Vesselam.